Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərində Parlamentlərarası İttifaqın 152-ci Assambleyası və Qoşulmama Hərəkatı Parlament şəbəkəsinin 5-ci konfransında iştirak üçün İstanbulda səfərdədir. Səfər daha doğrusu bugün başladı, tədbir start götürdü və elə bugün Qadın Parlamentariləri Forumu baş tutdu. Azərbaycan Parlamentinin sədri Sahibə Qafarovanın da çıxışı oldu. Bu günlər ərzində ölkəmiz üçün vacib görüşlərdən biri 17 aprel tarixində elə bu konfrans çərçivəsində baş tutacaq. Belə ki, Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü planlaşdırılır. Alen Simonyanla Sahibə Qafarovanın görüşü 17 aprel tarixində baş tutacaq. Türkiyə bu günlərdə çox vacib görüşlərə, daha doğrusu forumlara ev sahibliyi edir. Onlardan biri də Antalya şəhərində baş tutacaq Antalya Diplomatiya Forumudur ki, ora gələn dünya liderləri də hazırda dünyanın üzləşdiyi müharibə və böhranları müzakirə edəcəklər. Bir daha qeyd edeyim ki, bugün start götürən həmin bu konfrans, hansı ki Parlamentlərarası İttifaqın 152-ci Assambleyası və Qoşulmama Hərəkatı Parlament şəbəkəsinin 5-ci konfransı 19 apreldə yekunlaşacaq. Bugündən start götürdü. Bir daha qeyd edək ki, bu konfrans çərçivəsində vacib görüşlərdən biri də Azərbaycan və Ermənistan parlament sədrlərinin görüşü olacaq.